Salam, 8-ci sinif kimya iş dəftəri 1.5 elementlərin xassələrinin dövrlüyü mövzusunun izahı. Birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizə deyir ki, birinci və ikinci qrup elementlərinin atom radiuslarının kütlə ədədindən asılı qrafiki verilibdir. Bu qrafikə əsasən düzgün və səhv ifadələri müəyyən etməyi bizdən tələb edir. Birinci qrup elementlərini X, Y, Z və T şəklində göstərib. Biz birinci qrup elementlərini yadımıza salsaq, birinci qrup elementləri başlayır. İkinci dövr üçün litium, natrium, kalium və barium, sezium, fransiyum. Uyğun olaraq dövrlərini qeyd edirəm. Bu şəkildə göstərilir. Bir də bizə verib ikinci A qrup elementləri burada özü göstəribdir. İkinci qrupun əsas yarım qrup elementlərində siyahısını yadımıza salsaq, ikinci dövrdən başlayır beridium, magnezium, kalsium, stronsium, barium və radium elementləri olaraq göstərilir. Biz burada görürük ki, kütlə ədədinin artması ilə atom radiusunun artması düz asılıdır. Və biz də öyrəndik ki, qrup üzrə yuxarıdan aşağı getdikcə elementlərin atom radiusu artır. Atom radiusunun artması təbəqələrin sayının artması idi. Təbii ki, ikinci dövrdə 2 təbəqə varsa, radius daha kiçik olur. Təbəqə sayı çoxaldıqca nüvədən axırıncı elektrona qədər məsafə böyüdüyünə görə radius böyüyür. Radiusun böyüməsi həmçinin proton sayının və nüvə yükünün artmasına səbəb olduğuna görə təbii ki, kütlə ədədi artır. Biz bu elementləri dəqiq müəyyən etmək üçün, məsələn, variantlara baxsaq, görürük ki, natrium, kalium, rubidium, sezium birinci qrup üçün. İkinci qrup üçün də daha çox magneziumdur, barium, stronsium, kalsium elementlərini ifadə edir. Deməli, bu elementlər üçüncü dövrdən başlayan elementləri göstərir. Bir qədər təmizlik etsək. Burada bizdə 4 element göstərib, həmin 4 element. Birinci qrup üçün natrium, kalium, rubidium, sezium elementləri, ikinci qrupun əsas yarım qrupu üçün isə magnezium, kalsium, stronsium, barium elementləridir. Bu qayda ilə getsək, üzərində də qeyd etmişəm, X-i biz natrium qəbul edərik. Çünki radius artması qrup üzrə yuxarıdan aşağını ifadə edir. Y kalium, Z rubidium, T seziumu ifadə edir. İkinci qrupun əsas yarım qrupu elementləri üçün ən birinci, yəni atom radiusu kiçik olan yuxarıda duran elementimiz magneziumdur. Aşağı doğru radius böyüyür. B kalsium, C stronsium, D isə barium qəbul edirik. Daha sonra artıq suallara rahat cavab verə bilərik. Birinci ifadə düzdür. Bayaq biz düzdüyümüz qaydaya əsasən X natrium, Y kalium, Z rubidium, T sezium. Doğrudan da biz buranı izləsək, ola bilər deyir. Bəli, ola bilər. Çünki qrup üzrə yuxarıdan aşağı elementlərin sırası düzgün şəkildə verilibdir. İkinci bizdə deyir ki, deməli A barium, baxırıq. Biz A magnezium ifadə eləmişik, B stronsium yanlışdır. Bu istiqamətə fikir versəz, C kalsium, D magnezium ola bilər. Yanlışdır, çünki radiusun artması qrup üzrə yuxarıdan aşağını ifadə edir və biz burada deməli bariumun daha aşağıda yerləşdiyini görürük. Bu aşağıdan yuxarını və yaxud da ümumi şəkildə qarışıq olmanı göstərir. Beləliklə, yəni qrup üzrə yuxarıdan aşağı elementlərin düzülüşünü ifadə etmir. Burada bir qanuna uyğunsuzluq yaranır. Daha sonra X, Y, Z və T istiqamətində metallıq xassəsi artır. Biz bu istiqamətdə elementləri də qeyd etsək, məsələn, natriumun X, kaliumun Y, Z və T element bu şəkildə göstərsək, metallıq xassəsi güclənir ifadəsi təbii ki, doğru olar. Çünki qrup üzrə yuxarıdan aşağı getdikcə radius böyüyür. Çünki təbəqənin sayı artır və beləliklə də metallıq xassəsi də güclənir. Çünki metallıq xassəsi elementin elektron vermək qabiliyyətidir. Radius artdıqda element daha asanlıqla elektron verir. A, B, C, D istiqamətində metallıq xassəsi azalır. Eyni şəkildə biz bayaqki ilə qeyd etsək A, B, C və D elementlərini uyğun olaraq magnezium, kalsium, stronsium, barium qəbul etmişik. Bu da qrup üzrə yuxarıdan aşağını elementlərin düzülüşünü ifadə elədiyinə görə radius artır. Radius artdıqda metallıq xassəsi güclənir. Burada metallıq xassəsi azalır dediyinə görə fikir yanlışdır. X və C eyni dövrdə yerləşir. Baxa bilərik. X və C, X burada, C isə burada. Baxırıq, fərqli dövrlərdədir. Yuxarıdan buradan da izləyə bilərik. X və C.
Görürük ki X 3-cü dövr elementidir, C isə deməli 5-ci dövr elementləri. Yəni fikir yanlışdır. Y və B eyni dövr elementləridir desək, izləyirik. Buradan Y kaliumdur, B kalsium. Doğrudan da hər ikisi 4-cü dövr elementlərinə aid deyə bilərik. Yəni bu doğru fikirdir. X, Y, Z və T elementləri qələvi metallardır. Bəli. Buradan baxaraq X, Y, Z, T qələvi metallardır. Çünki birinci qrupun əsas yarım qrup elementləri qələvi metallardır. A-nın metallıq xassəsi ən güclüdür. A-nın metallıq xassəsi ən güclüdür fikri yanlışdır. Çünki A qrupda yuxarıda yerləşir, həmçinin ikinci qrup elementidir. Amma biz öyrəndik ki, qrup üzrə yuxarıdan aşağı getdikcə metallıq xassəsi güclənir. Yəni ikinci qrupda ən güclü metallıq xassəsini ifadə edir. Birinci qrupun əsas yarım qrupda ən güclü metallıq xassəsini T ifadə edir. Fikir ümumilikdə yanlışdır. Yanlış qəbul edirik. Z-in xarici təbəqədə olan elektronunu Z xarici təbəqədə olan elektronu T-dən asan verir. Baxırıq Z 5-də yerləşir, T 6-da yerləşir. Əslində bilirik ki, aşağı doğru getdikcə radius daha böyüyür. Radius böyük olduqda elektron daha asan verir. Çünki axırıncı elektron nüvə tərəfindən daha zəif cəzb olunur. Düzgün qaydamız olardı ki, T Z-dən daha asan elektronu verir. Bu da onun radiusun böyüməsi ilə əlaqədardır. Burada isə əksinə deyir. Yəni Z asan verir deyir və fikir tam əksin olduğuna görə yəni yanlışdır. Növbəti sualda bunun əksi deyir. D xarici təbəqədə olan elektronu C-dən asan verir. Baxıram. D radiusu böyük olan elementdir. Yəni təbəqə sayı böyük olan elementdir. Elektronu C-dən asan verir. Fikir tamamilə doğrudur. Çünki qrupda aşağıda yerləşir. T-nin xarici təbəqəsində olan elektronu Z-in elektronuna nisbətən nüvə tərəfindən zəif cəzb olunur. T elementi 6-cı dövrdə yerləşən sezium elementidir. Deməli, elektronu Z-in elektronuna nisbətən Z-ə fikir versək, rubidium nəzərdə tutulur. Elektronuna nisbətən nüvə tərəfindən cəzb olunması zəifdir. Bəli, xarici təbəqədə təbəqənin sayı artdıqca nüvə tərəfindən uzaqlaşdığından həmin elektron nüvə tərəfindən cəzb olunması zəif olur. Təbii ki, 6-cı təbəqədə olan axırıncı elektron nüvə tərəfindən 5-ci təbəqədə olan elektronun nəzərən daha zəif cəzb olunur. Bu da həmin ifadənin dediyinə görə fikir ümumilikdə doğrudur. A-nın xarici təbəqədə olan elektronları B-nin elektronlarına nisbətən nüvə tərəfindən daha zəif cəzb olunur. Fikir yanlışdır. Çünki baxıram ki, A maqnezium elementidir. İkinci qrupun əsas yarım qrupudur. B isə kalsium elementidir. Və A-nın radiusu daha kiçik olduğundan, elektron nüvəyə daha yaxın olur. Yəni cəzb olunma təbəqəsi çox olan B-yə nisbətən daha güclü cəzb olunur. Yəni fikir tamamilə əks fikir deyildiyindən fikir ümumilikdə yanlışdır. Keçirik ikinci suala. İkinci sualda 1 və 2 istiqamətində elementlərin verilmiş xassələrinin aşağıdakı cədvələ uyğun xanalara qeyd edin. Biz mövzunu öyrəndikdə bildik ki, dövr üzrə soldan sağa getdikcə, yəni 1 istiqamətində radius böyüyürdü. Üzr istəyirəm, radius kiçilirdi. Radius kiçilməyinin səbəbi dövrün sayı, yəni təbəqələrin sayı dəyişməsə də proton-elektron sayı artırdı və nüvə tərəfindən güclü cəzb olunduğundan təbəqələr nüvəyə daha çox sıxlaşdığından radius kiçilirdi. Yəni, tutaq ki, ikinci dövrdə radius təbəqə sayım eyni oldusa da, radius daha böyük olsa da, zaman keçdikcə təbəqə sayı dəyişmədiyindən, amma proton sayı artdığından radius daha da kiçilirdi. Eyni dövr elementləri üçün. Eyni dövr elementlər üçün dəyişməyən anlayış təbəqə sayıdır, dəyişən radiusun kiçilməsidir. Radius azaldıqda bilirik ki, elektronlar nüvə tərəfindən, belə deyək də, atomun nüvəsi başqa elektrona daha yaxın olduğuna görə elektron alma qabiliyyəti güclü olur. Elektron alır. Elektron almaq qabiliyyətinin digər adı qeyri-metallıqdır. Yəni, qeyri-metallıq xüsusiyyəti elementin başqa element atomundan elektron almaq qabiliyyətidir. Bununla bərabər dəyişən digər kəmiyyətlər var. Oksidləşdiricilik.
oksiləşdiricilikdir, elektronu hərislikdir və elektromənfilikdir. Bu xüsusiyyətlərin hər biri elektron almaq qabiliyyəti ilə əlaqədardır. Elektron almaq isə radiusun kiçik olması ilə əlaqədardır. Buna görə biz deyə bilərik ki, bir istiqamətində artan xüsusiyyətlərimiz elektron radiusun kiçilməsi ilə əlaqədar qeyri-metallıqdır. Biz qeyri-metallığı B variantında görürük. Deməli, artan xüsusiyyətləri görürsünüz, qeyd etmişik. Və Y variantı. Xarici təbəqədə olan elektronlar nüvə tərəfindən cəzb olunması güclü olur. Bunun səbəbi də bayaq dediyimiz kimi radius kiçik olduğundan bunun öz xarici təbəqəsində olan elektron və nüvə arasındakı məsafə kiçik olur. Bu səbəbdən daha güclü cəzb olunma olur. Deməli, artan xüsusiyyətlərimiz B, Y oldu. Azalan xüsusiyyətlərimiz radius olar. Yəni, həmçinin qeyri-metallıq güclənirsə, metallıq xassəsi güclənir. Azalan xüsusiyyətlərimiz metallıq xüsusiyyəti olar. A variantına uyğundur. Radius kiçildiyini gördük. Və D, yəni xarici təbəqədə olan elektronun verməsi azalır. Çünki biz gördük ki, əksinə bu element daha yaxşı elektron ala bilir. Radius kiçik olduğuna görə daha rahat alır. Vermə qabiliyyəti nisbətən zəif olur. Çünki cəzb olunma güclüdür. Bir istiqamətində artan xüsusiyyətlər iki istiqamətində azalır. Azalan xüsusiyyətlər isə digərində artır. Çünki qrup üzrə yuxarıdan aşağı getdikcə təbəqələrin sayı artdığından, məsələn, 7-ci dövrdə 7 təbəqə mövcuddur. Təbəqənin sayı artması səbəbi ilə radiusun daha böyüdüyünü müşahidə edirik. Radius böyüdükdə element elektrona artıqda elektron verməyə meyilli olur. Çünki axırıncı elektron nüvə tərəfindən daha zəif cəzb olunur. Daha başsız qalır, nəzarətsiz qalır. Bu səbəbdən elektronu verməyə meyilli olur. Elektronu vermək qabiliyyəti elementin metallıq xüsusiyyətidir. Həmçinin reduks edicilik xüsusiyyəti elementin elektron vermək qabiliyyətinə aiddir. Bu səbəbdən iki istiqamətində artan xüsusiyyətlərimiz metallıq xüsusiyyəti, atom radiusu və xarici təbəqədə olan elektronların vermə qabiliyyəti güclü olur. A və C D bunlara aiddir. B və C, yəni qeyri-metallıq xüsusiyyətidir və deməli Y, burada düzgün qeyd etməmişəm. B və Y xarici təbəqədə olan elektronların nüvə tərəfindən cəzb olunması isə əksinə nəzarətsiz qaldığından zəifləyir. Həmçinin bilək ki, bir istiqamətində artan digərində azalır. Əksinə bir istiqamətində azalanlar iki istiqamətində artanlara aiddir. Növbəti sualımız, üçüncü sualımız. Cədvəldə elementlərin, atomların qısa elektron formulu verilmişdir. Bu elektron formullarına əsasən X, Y, Z elementlərin, atomların radiuslarını müqayisə etmək bizdən tələb olunur. Bunun üçün elə yuxarıdakı verilmiş cədvəldən biz istifadə etməklə daha rahat radiusları müqayisə edə bilərik. Görürük ki, elementlər S və P elementləridir. S və P elementləri əsas yarım qrup elementləridir və biz bilirik ki, yuxarıda duran qruplarımız əsas yarım qrup elementləridir. Birinci qrup elementinin elektron konfiqurasiyası S üstü 1, N S üstü 1'ə uyğun idi. İkinci qrup isə N S üstü 2'yə uyğundur. Bu sırayla geçsək, yəni əsas yarım qruplar üçün rum rəqəmindən ifadə olunubdur. Qrupları qeyd edirəm ki, biz bunu rahat görə bilək. Qrupları qeyd etdim. 3S üstü 1 o deməkdir ki, bu element 3-cü dövr 1-ci qrupda yerləşir. Biz dövrləri buradan qeyd etsək, 3S üstü 1 düşür, 3-cü dövr 1-ci qrup elementinə. 2S üstü 1 desə daha yuxarı düşür, 2-ci dövr 1-ci qrup elementinə düşür. Z-ə baxsaq, deməli, qoy elementləri də qeyd edə bilərik buradan. X, Y formada deyə bilərik. Z-imiz isə 3-cü dövr üzərini toplasaq 3-cü qrup verir. 3-cü dövr, 3-cü qrup gəlir, bax bu xanaya düşür. 3-cü dövr, 3-cü qrup. 3S üstü 2, 3P üstü 1. 3S üstü 2, 3P üstü 1. Bu elementimiz Z-ə uyğundur. A-ya baxsaq, A 2S üstü 2, 2P üstü 3. Yəni ikinci dövr 5-ci qrup elementinə aiddir. Birbaşa belə də yazsaq bizim üçün rahat olar. Birbaşa elementlərin özünü də yaza bilərik. Z 3-cü dövr 3-cü qrup elementidir.
A isə ikinci dövr 5-ci qrup elementidir. A-nı tapsam ikinci dövr düşür bura. Deməli 5-ci qrup isə 3, 4, 5. Yəni A gəldi, bu xanaya düşür. B-yə baxsam ikinci dövr və üzərini toplasam 7-ci qrup. Baxıram. İkinci dövr 7-ci qrup gəldi, bu hissəyə düşdü. Yəni B isə xana olaraq burada yerləşdi. C isə 3-cü dövr üzərini toplasam 5-ci qrup etdi. 3-cü dövr 5-ci qrup. Deməli 3-cü dövr 5-ci qrup gəldi, bu hissəyə düşdü. Və biz beləliklə atom radiuslarını müqayisə etsək, X, Y və Z elementləri üçün görürük ki, üzərini təmizləyək. Dövr sistemində də yerləşdirmişəm. Daha görürük ki, qrup üzrə yuxarıdan aşağı getdikcə radiusu artır. Yəni dövrü az, qrupu çox olanın, üzr istəyirəm, dövrü çox, qrupu kiçik olan radiusu böyük olur. Mən bu 3 elementdən görürəm ki, dövrü X və Z-in hər ikisi 3-cü dövrdə yerləşir, amma qrup olaraq ən kiçik olan X-dir. Yəni X-in radiusu böyük olur Z-dən, Z-in radiusu böyük olur Y-dən. Çünki Y dövr olaraq ikinci dövrdədir. Yəni daha yuxarıda yerləşir. Və biz qrup üzrə yuxarıdan aşağı radiusun artdığını deyiriksə, deməli yuxarıdakı elementin radiusu daha kiçik olur. B-də A, B və C elementlərin qeyri-metalik xassəsini müqayisə edək. A, B və C elementlərin qeyri-metalik xassəsini müqayisə etsək, bilirik ki, qeyri-metallıq dövr üzrə soldan sağa getdikcə qeyri-metalik xassəsi güclənir. Qeyri-metalik xassəsinin güclənməsi radiusla bağlıdır. Çünki radius deməli kiçilir. Və biz gördük ki, soldan sağa getdikcə qrup artır. Qrup artır, yəni sağ yuxarıda elementlərin radiusu daha kiçik olur. Yəni qeyri-metalik xassəsi güclü olur. Buna görə biz dövrü kiçik, qrupu böyük olan, yəni bayaqki radiusun əksinə olaraq dövrü kiçik, qrupu böyük olan elementin qeyri-metalik xassəsinin güclü olduğunu baxa bilərik. Məsələn, A və B elementlərinin hər ikisi ikinci dövrdə yerləşir. Amma qrup olaraq ən böyük təbii ki B-dir. Çünki 2 + 5 bu 7-ci qrupu ifadə edir. Məsələn, flyor elementi. Doğrudan da flyor elementi ən güclü qeyri-metalik xüsusiyyətinə malikdir. Deməli, B-nin qeyri-metalik xüsusiyyəti güclüdür A-dan, A-nın qeyri-metalik xassəsi güclüdür C-dən. Bunun səbəbi isə ki, artıq 3-cü dövrdə yerləşir. 3-cü dövrdə yerləşirsə, bu qrup üzrə aşağıya doğru gedir. Və qrup üzrə təbəqənin sayı artdığına görə radius böyüyürdü. Radiusun böyüməsi qeyri-metallıqdan tərs asılıdır, yəni kiçilirdi. Və beləliklə qeyri-metalik xüsusiyyətimiz də bu şəkildə dəyişdi. Keçək ümumiləşdirici tapşırıqlara. Birinci tapşırığımız atom nömrəsi 13 və 13 olan X, 20 olan Y elementləri üçün müəyyən et. Atomların energetik səviyyə üzrə elektronların paylanması. 13 olan elementlərin birinci təbəqəyə bilirik ki 2 elektron düşür, ikinci təbəqəyə 8 elektron düşür, üçüncü təbəqəyə 18 elektron düşsə də biz əvvəlcə 8 elektronu verib, dördüncü təbəqəyə 2 elektronu verib keçirdik. Burada ehtiyac yoxdur əslində bu qədər elementə. Çünki bizdə cəmi 13 elektron var. Yəni ikinci təbəqəyə 8 veririk, üçüncü təbəqəyə əlimizdə mümkün olan 3 elektronu paylayırıq. Sıra nömrəsi 20 olan element üçün də birinci təbəqəyə bilirik ki 2 elektron, ikinci təbəqəyə 8, üçüncü təbəqəyə maksimum 18 verə bilərik, amma ilk anda 8 elektron veririk. Çünki 4S-in enerjisi 3D-dən kiçik olduğuna görə 3B-dən sonra biz 2 elektronu 4S-ə verib, daha sonra yeni elektronlarsa 3D-yə verirdik. Bu səbəbdən elektronların paylanması bu şəkildə göstərilir. Bu qaydaya əsasən atomların tam elektron formulunu tərtib edək. Birinci təbəqəmizdə 2 elektron. İkinci təbəqəmizdə 8 elektron. Həmin 8 elektrondan X-i S-ə, çünki S maksimum 2 elektron tutur, 6-sı P-yə yerləşdiririk. Üçüncü təbəqəmizdə 3 elektron yerləşir. 3 elektrondan ikisi S-ə, biri isə P-yə düşür. Bu şəkildə payladıq. İndi Y-i eyni şəkildə paylayırıq. 1 S üstü 2. İkinci təbəqədə 8 elektron. 2 üstü 2, 2 P üstü 6. Üçüncü təbəqəmizdə 8 elektrondan ikisi S-ə, 6-sı P-yə paylanır. Daha sonra biz bilirik ki 3P-dən sonra
3D deyil, 4S gəlir. Yəni 4S-in 2 elektronunu veririk. Növbəti elektronumuz olarsa biz 3-cü təbəqədə D yarım səviyyəsini verə bilərik. Dövr cədvəldə qrup və dövrünü müəyyənləşdirmək tələb olunur. X-in qısa elektron formuluna nəzər yetirsək, 3S üstü 2, 3P üstü 1-dir. Və biz dövr olaraq 3-cü dövr olduğunu görürük. 3-cü dövr o deməkdir ki, bu elementin 3 təbəqəsi var. 3 təbəqəsi varsa, dövrü 3-dür. Deməli, element 3-cü dövrdə yerləşir və xarici təbəqəsində olan elektronların sayı qrup ifadə edir. Baxıram, xarici elektron təbəqəsində 3 elektron var. Deməli, bu 3-cü qrup elementidir. Axırıncı elektronun P-yə verildiyinə görə bu əsas yarım qrup elementi deyə bilərik. Həmçinin P elementlər ailəsinə aiddir deyə bilərik. Y üçün də eyni qaydada axırıncı təbəqəyə baxsam 4s2-dir. Yəni bu elementin qısa elektron formulu 4s2-dir. Və beləliklə qabaqdakı rəqəm dövr ifadə edir. Üstdəki ədədlərin cəmi qrup ifadə edir. Bu element 4-cü dövr və ikinci qrupun əsas yarım qrupu deyirik. Çünki axırıncı elektronu S-ə verib, elementlər isə yarım qrup elementləri adlanır. İkinci sual. Modeli verilmiş atom üçün boşluqları tamamla. Modeldə biz görürük ki, elementin 2 təbəqəsi var. Yəni ikinci dövr elementidir və xarici təbəqədə olan elektronların sayını saysaq, bu edir 5. Buna görə mən o elementin qısa elektron formunu yazsam, sadəcə xarici təbəqəni yazıram. İkinci təbəqəni yazıram. İkinci təbəqədə bilirik ki, S yarım səviyyəsi var, 2P yarım səviyyəsi var və xarici təbəqədə 5 elektron olduğunu saydıq. 5 elektrondan bilirik ki, ikisini S-ə veririk. Çünki S-imiz maksimum 2 elektron tutur. Yerdə qalan 3 elektronu P-yə veririk. Bu zaman qısa elektron formulu 2s2, 2p3 oldu. Xarici təbəqədə olan elektronların sayı. Xarici təbəqəmiz ikinci təbəqədir. Orada elektronların sayını saydıq. 5 elektron oldu. Növbəti sualda cütləşməmiş elektron istəyir. Cütləşməmiş daxili təbəqədə olan elektronlarımız hamısı cüt vəziyyətdədir. Çünki tam dolmuş vəziyyətdədir. Cütləşməmiş elektron xarici təbəqədə olur. Və biz gördük ki, S-dəki elektronlar cütdür. P-də isə bizim 3 tək, yəni 3 cütləşməmiş elektronumuz mövcud oldu. Üçüncü sual. Üçüncü sualda bizə dövrü cədvəldə bəzi elementlər verilibdir. Həmin elementlərin xüsusiyyətləri haqqında məlumat istəyir. Burada əvvəlcədən qeyd etmişəm. Tutaq ki, əvvəlcədən qeyd etməsək, bu elementlər haqqında məlumatı necə əldə edə bilərik? Məsələn, X yerləşir 1, 2, 3. Üçüncü dövrdə yerləşir. Qrup olaraq da görürük ki, ikinci qrupun əsas yarım qrupunda yerləşir. O zaman mən deyə bilərəm ki, bu element üçüncü dövr, ikinci qrup. Çünki ikinci qrupun elektron konfigurasiyası n-2 idi. Qabaqda isə dövrü ifadə etdiyinə görə 3s2 elektron quruluşuna malikdir. Eyni məntiqlə yanaşsaq, Z elementi isə 6-cı qrup, bağışlayın, 6-cı dövr 1-ci qrup. Yəni qabağındakı rəqəm dövr ifadə edir, üstü isə qrup ifadə edir. Elektron konfigurasiyası 6s-1 göstərilir. Y-ə nəzər yetirsək, Y görürük ki, dövr olaraq ikinci dövrə düşür. Qrup olaraq isə davam etsək, yuxarıda duranlar əsas yarım qrupdur, 5-ci qrupa düşür. Deməli, bu elementin qabağındakı rəqəm 3 olar, çünki üzr istəyirəm 2 olar, çünki dövr 2-dir. Amma xarici təbəqəsində 5 elektron var. Çünki biz xarici təbəqədəki elektron sayı qrup verdiyini deyə bilirik. Bu zaman S2, P isə 3 düşür. Digərlərində eyni qaydada yazsam, 4-cü dövr M üçün. Və 4-cü qrup olduğunu görürük. Yəni yaza bilərəm 4s2, 4p2 yazmaq mümkündür. Elə də eyni qaydada yazsaq 5s2, 7-ci qrup elementi olduğunu görə bilərik. 5s2, 5p5. Yəni xaricində 5 elektron olduğunu görmək olar. Belə suallara cavab verə bilərik. X-in S elementi olduğunu gördük. Daha sonra X haqqında kiçik dövr elementi deyə bilərik. Çünki 3-cü dövr 1, 2, 3 kiçik dövrlər aiddir. Metal olduğunu deyə bilərəm. Çünki 1-ci və 2-ci qrup elementlərin hamısı metaldır. Bunun xüsusiyyətləri haqqında bu şəkildə deyə bilərik. Y haqqında Y görürük ki, 5-ci qrupda yerləşir və sonuncu elektron P elementi olduğuna görə P elementlər ailəsinə aiddir.
Kiçik dövr elementinə aiddir. Hardan bilirəm? 2s-, yəni ikinci dövr elementi olduğuna görə və bilirik ki, dövr sistem cədvəlinin sağ yuxarısında qeyri-metallar yerləşir. Yəni P elementləri qeyri-metalda deyə bilərik. Buna görə metala deyil, qeyri-metala göstərdik. Z-ə baxırıq. Z dövr sistem cədvəlinin 6-cı dövründə və 1-ci qrupunda yerləşir. S elementi deyə bilərik. Daha sonra metaldır deyə bilərəm. Çünki 1-ci qrup elementlərinin hamısı metallara aiddir. Belə. Və böyük dövr elementlərinə daxil olur. Çünki biz bilirik 4, 5, 6 və 7-ci dövr elementləri artıq böyük dövr elementlərinə daxildir. M üçün M 4-cü dövr, 4-cü qrup elementidir. Və görürəm ki, axırıncı elektron P-də olduğuna görə P elementlərinə aiddir. 4-cü dövr böyük dövr olduğuna görə böyük dövr elementləridir və P elementləri qeyri-metallara aiddir. Çünki artıq 4-cü qrupda bizim qeyri-metallarımız formalaşır. Keçirəm L-ə. L üçün də dövr sistem cədvəlini tapsaq, 5-ci dövr 7-ci qrup elementləridir. Məsələn, brom deyə bilərik bu elementə. Və bu P elementlərdir. Çünki axırıncı elektron P-dədir. 5-ci dövrdürsə bu artıq böyük dövr elementidir və qrupu 7-ci qrup olduğuna görə bu qeyri-metallara aid olur. 4-cü cədvəli tamamlamaq bizdən tələb olunur. Elementin atom nömrəsi verilibdir və atom nömrəsinə uyğun elektron formulu, xarici təbəqədə elektron sayı və s. tələb olunur. Atom nömrəsi 3-dürsə, bu element üçün konfigurasiya olaraq yaza bilərik ki, qısasını yazıram 2s-1. Çünki 1s-2 olmaqla cəmi 3 elektron var. Xarici təbəqədə olan elektron sayı dedikdə, xarici təbəqəm ikinci təbəqəmdir və orada 1 elektron olduğunu görürəm. Atomda cütləşməmiş elektron sayıda orbital sürü göstərsən 1 elektron olduğunu görə bilərik. Dövr olaraq axırıncı elektronun ikinci dövrdə olduğuna görə ikinci dövr, qrup olaraq axırıncı təbəqədəki elektronu toplayanda deməli birinci qrupa aid oldu. Eyni qaydanı digər elementlər üçün də fikirləşirik. Sıra nömrəsi 5 olan elementin birinci təbəqədə 2 elektron olur, ikinci təbəqədə 3 elektron olur. Buna görə elektron konfigurasiyası 2s-2, 2p-1 olur. Xarici təbəqədə 3 elektron, cütləşməmiş elektronların sayı isə 1 olur. Çünki P-də S tam cütləşmiş şəkildədir, P-də isə bir tək elektron olduğunu görə bilərik. Element 3-cü qrupda yerləşir. Çünki xarici təbəqədəki elektronların sayısı 3 edir və əsas yarım qrup elementi oldu. Bir dəqiqə burada ifadələr düzgün yazılmayıbdır. Düzəldək. Bizdə dövr ikinci dövrdür. Çünki axırıncı qabaqdakı rəqəm 2-dir. Bu ikinci dövr ifadə edir. Qrup üzərini toplayırıq. 3-cü A yarım qrup elementlərini verir. Digər elementlər də eyni qaydada. Birini mən yenidən yazım. Digərlərini də eyni qaydada siz əlavə edə bilərsiniz. Məsələn, 17, sıra nömrəsi 17 olan elementin bilirik ki, 10 elektron ikinci təbəqədə tam şəkildə dolubdur. 7 elektronumuz 3-cü təbəqəyə düşür. 3s-2, 3p-5 elektron konfigurasiyası yaza bilərik. Buradan deyə bilərik ki, element 3-cü dövrdə yerləşir. Üzərini toplasaq 5-ci qrup edir. Xarici təbəqədə elektron sayı 3-cü təbəqədəki elektron sayını topladıq 7 etdi. Atomunda cütləşməmiş elektron sayını isə 3s tamamilə cüt vəziyyətdədir. P-dəki elektronları nəzər yetirsək, görürük ki, cütləşməmiş, yəni tək elektronun sayı 1 ədəd qalır. Bunu da qeyd etdik. Dövr olaraq 3-cü dövr olduğunu dedik. Qrup olaraq üzərini topladıq. 7-ci qrupun əsas yarım qrup elementi deyə bilərik. Digər elementləri eyni qaydada yerləşdirə bilərsiniz xanalarım. 5-ci sual rahat sualdır. P orbitalı bir kandela bənzərdir və burada X oxu boyunca hərəkət etdiyini göstərdiyinə görə biz belə bir uyğunluq yarada bilərik. Z üçün isə sonuncunu göstərə bilərik. Çünki Z oxu boyunca hərəkət edir. S fəzada bir tərəfə istiqamətlənir. Sferik formadadır. PY isə deməli fəzada Y boyu boyunca istiqamətlənir. 6. Boşluqlara uyğun açar sözlərini qeyd edin. Orbitallar bilirik ki, yarım səviyyələrdə yerləşir qruplaşaraq. Ona görə bu fikir daha düzgündür. Qısa elektron formulu 2s2, 2p3 olan atomun
5. 5 bilik ki, fikir versək, bunun xaricindəki elektronlar sayıdır və yaxud da valent elektronları deyə bilərik. Cütləşməmiş elektron sayı 3-dür. Əgər konfigurasiyanı yazıb göstərsək, yəni xarici təbəqədəki elektronların sayı nəzərdə tutulur. Elektron almaq qabiliyyəti elementin qeyri-metalik xüsusiyyətindən əlaqəlidir. Qeyri-metalik həmçinin oksidləşdirici xüsusiyyətinə təsir edir. 7-ci sualda boşluqları tamamlamalıyıq. Dövrü cədvəldə hər bir şagil üstuna biz bilirik ki, qrup deyilir. Bu cədvəldə 18 şagil üstun var və bu üstun YUPAC, yəni beynəlxalq adlandırma sisteminə görə birdən başlamaqla nömrələnir. Bu sütunlar əsas və əlavə yarım qrup elementlərinə bölünür. Artıq qeyd etmişəm əvvəlcədən. Bilirik ki, qruplar əsas, əlavə bölünür. Bu halda qruplar 1-dən 8-ə qədər rum ilə nömrələnir. Və orta hissədə, yəni bu hissədə biz diqqətlə müşahidə etsək, 8-ci qrup elementlərinə 3 sıra daxil olur. Onu nəzərdə tutulub ki, 8B qrupu 3 sütundan ibarət olur. Dövr cədvəldə hər bir üfüqi sıraya dövr deyilir. Cədvəldə onlardan cəmi 7 ədəd olur və hər biri qələvi metalla başlayır. Çünki birinci qrupumuz qələvi metal adlanır. Qələvi metalla başlayır. 8-ci qrup təsirsiz qazlar adlanır. Təsirsiz qazla bitir. Birinci, ikinci, üçüncü dövr yalnız əsas yarım qrup elementlərindən ibarət olur. 4, 5, 6, 7-ci dövr isə həm əsas, həm də əlavə yarım qrup elementlərindən təşkil olunur. 8-ci sualımız. Dövrü cədvəldə verilmiş elementlər üçün ifadələr düzgün və səhv olduğunu müəyyənləşdirin. Atom radiusu ən böyük olan X-dir. Fikir tamamilə yanlışdır. Biz bilirik ki, qrup üzrə yuxarıdan aşağı getdikcə radius böyüyür. Buna görə əslində atom radiusu böyük olan Y-dir. Yəni bu fikir yanlışdır. K-nın qeyri-metalik xassəsi L-dən böyükdür. Baxıram ki, K və L eyni qrupda yerləşir. Mən qrup üzrə radiusun böyüdüyünü bilirəmsə də, radius artırsa da metallıq güclənir. Yəni qeyri-metallıq yuxarıda güclü olur, metallıq aşağıda güclü olur. Bizdə isə K-nın metallıq xassəsi L-dən böyükdür və bu əks fikirdir. Yəni L-dən metallıq xassəsi daha böyükdür. K-nın qeyri-metallıq xassəsi L-dən böyükdür. Bəli, K-da qeyri-metallıq güclüdür. Fikir doğrudur. L-də metallıq xassəsi K-ya nisbətən daha güclü ola bilər. Ümumilikdə əslində bu qrupda elementlərimiz qeyri-metallıq güclüdür, amma K L-dən daha yuxarıda yerləşdiyinə görə, yəni radius kiçik olduğuna görə təbii ki, qeyri-metallıq güclü olur. Atom radiusu ən kiçik olan L-dir. Xeyr, atom radiusu ən kiçik olan dövr sistem cədvəlində sağ yuxarıda yerləşən elementi, yəni K-dır. Fikir yanlışdır. K-nın radiusu kiçik olur, yəni kürə çünki daha kiçik olur. X-in metallıq xassəsi K-dan böyükdür. X-in metallıq xassəsinin K-nı baxırıq, eyni dövrdə yerləşir. Biz üzr istəyirəm, ikinci dövr elementləri dövr üzrə soldan sağa getdikcə radiusun kiçildiyini bildik. Və bizə X-in metallıq xassəsi K-dan böyükdür deyir. Fikir doğrudur, çünki bu istiqamətdə radius kiçildiyinə görə metallıq xassəsi zəifləyir. Yəni X daha güclü metallıq xassəsinə malikdir. Xarici təbəqədə yerləşən elektronları ən asan verən T-dir. Ən asan verən xarici təbəqədə radiusu böyük olan, burada da ən radiusu böyük olan Y elementidir. Yəni fikir yanlışdır. X, Y, L istiqamətində metallıq artır. X, Y və L istiqamətində metallıq xassəsi artır deyə bilmərik. Çünki burada metallıq xassəsi güclü olan Y-dir. Y ona nəzərən metallıq xassəsi zəif olduğuna görə fikir ümumilikdə yanlışdır. T-nin atom radiusu K-nın atom radiusundan böyükdür. T-nin radiusu əksinə K-nın radiusundan bəli, doğru deyir. Doğru fikirdir. Çünki T daha, belə deyək də, əvvəldə yerləşir və daha əvvəldə yerləşdikdə radius daha böyük olur. K-da artıq proton sayı artıqdan nüvə tərəfindən cəzb olunma güclü olduğuna görə daha kiçik olur. Yəni fikir ümumilikdə düzgündür.